Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz müsəlman qardaş və bacılarım, həmişə olduğu kimi hamınıza eləcə də özümə Allahdan qorxmağı nəsihət edirəm. Bugün mən sizə Azərbaycanımızın iki dahi şairindən, onların yazdığı şeir parçalarından danışacağım. Görəcəksiniz, bu iki şair necə müsəlmanları vəhdətə çağırıb. Onların arasında sünni-şiə məsələsinin qətiyyətlə olmasına narazı olub. Bu şairlərin yazdığı şeirləri başdan axıra qədər, yəni o kitabların başdan axıra qədər araşdırsaz görərsiniz ki, həqiqətən də müsəlman olublar və o firqələrdən uzaq durublar. Deməli, birinci başlayıram Nizami Gəncəvidən. Nizami Gəncəvi, Allah ona rəhmət eləsin. Leyli və Məcnun əsərində səhifə 35-də görün nə deyir? Bu 5 vaxt namazdır. Əsli tövbənin 5 növbə təbliğdir qapında sənin. Quruldu dininin 5 növrəsi, 100 min zülm evinin kəsildi səsi. Bu evə 7 səqf yaratdın yenə, tapşırdın onu da 4 xəlifənə. Siddiq sədaqətə olmuşdur rəhbər, Faruğu fərqdən uzaq bildilər. O Allahdan qorxan həyalı qoca, Allahın şiri ilə həmdərs olunca, dördü də bu bir yolun sarbanı oldu, dördü də bir ləkin reyhanı oldu. Bu 4 xəlifə ilə güldü məmləkət, hər ev 4 divarla qorular əlbət. Bu dördlük birləşdi qoca dünyada, bu 4 bucaq evi gətirdi dada. Diqqət edin, bu şair böyük mütəfəkkir xəlifələrin hamısını sevir, hamısını tərif edir, ayrı seçkiliyi salmır. Onun üçün nə sünni, nə şiə, onun üçün həqiqi müsəlman deyilən bir məfhum var. Deməli, şeirində bildirmək istəyir ki, insan 5 vaxt namaz qılmaqla artıq Allahın hüzurunda olur. Və əgər yer üzündə olanların hamısı Allaha boyun əyərsə, onlar Allahdan qorxub yer üzündə zülm etməzlər. Həqiqətən də İslam xilafəti dövründə insanlar əmin-amanlıq içində yaşayırdılar. Və şair burada Siddiqin sədaqətə rəhbər olduğunu deyir. Siddiq nədir? Əbu Bakr Əs-Siddiq radiyallahu anh. Bu ləqəbi ona kim verib? Peyğəmbər sallallahu aleyhi ve sellem. Nə vaxt verib? O vaxt ki, müşriklər gəlir istehza ilə deyir ki, bilirsən də sənin dostun iddia edir ki, güya Meyracda olub. Allahın huzuruna qalxıb, göyə və gülürlər. Əbu Bakr Əs-Siddiq radiyallahu anh deyir ki, mən buna iman gətirirəm. Mən ondan da böyük, görmədiyim Allahın varlığına, tək ilah olduğuna iman gətirmişəm. Bu nədir ki, onun yanında? Ona da iman gətirirəm. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem ona Siddiq ləqəbini verir. Siddiq. Doğru danışan, doğruluğu olan, doğruluğu ilə tanınan. Həmsinin Faruq. Şair burada Faruq deyir. Faruq nə deməkdir? Fərq qoyan. Yəni, haqqı batildən ayırt edən. Dəfələrlə danışmışam. Bəzi insanlar buna istehza ilə yanaşır, qəbul etmir. Ancaq istəsələr də, istəməsələr də bu hadisə baş verib. 15 əsr müsəlmanların əksəriyyəti bunun haqq olduğunu qəbul edib. Ən əsası odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu adamı tərif edib. Haqqı batildən ayırdığına görə. Zarafat deyil. 6 ayə onun təklifindən sonra nazil olur. 6 ayə məhz onun təklifindən sonra nazil olur. Diqqət edin, qadınlara hicab geyməyən vacib olması, İbrahim Aleyhisselamın məqamının namazgah edilməsi, Peyğəmbər s.ə.v zövcələrinə edilən xitab, şərab içməyin harab olması,
münafiqlərə cənazə namazını qılmamaq və əsirləri fidyə müqabilində azad etməmək xüsusunda olan ayələr, 6 ayə məhz bu sahabənin təklifindən sonra nazil olub. Rasulullah sallallahu aleyhi ve sellem onu tərif edib, deyir ki, məndən sonra Peyğəmbər gəlməyəcək, amma Peyğəmbər gəlmiş olsaydı, Ömər olardı. Ona görə ona Faruq ləqəbini verir. O ki, qaldı Osman ibn Affan radiyallahu anhuya. Şair burada onun həyalı qoca olduğunu bildirir. Həqiqətən də o qədər həyalı idi ki, kainatda olan mələklərin hamısı ondan həya edirdi. Hətta Rasulullah sallallahu aleyhi ve sellem bir gün hovuzun kənarındaykən Osman radiyallahu anh gəlir və Rasulullah sallallahu aleyhi ve sellem qalxır, özünü düzəldir. Yanındakılar deyir ki, ya Rasulullah, bu sənin sahabən də. O da onlara ibrət olsun deyə deyir ki, mələklərin utandığı bir bəndədən mən utanmayayım mı? Həya etməyim mi? Mələklərin, təsəvvür edirsiniz mi? Kainatda nə qədər mələk varsa, hamısı Osman radiyallahu anhdan həya edirdi. O qədər həyalı idi o adam. Və nəhayət, Əli ibn Əbi Talib radiyallahu anhunu Allahın şiri kimi vəsf edir. Həqiqətən də o şir kimi cəsarətli, cəngavər idi. Və maraqlı bir şey sizə danışım. Maraqlı bir faktdır. Əli ibn Əbi Talib radiyallahu anh barədə. Bilirsiniz, Xeybər döyüşündə Əli radiyallahu anh gənc olur. Peyğəmbər sallallahu aleyhi ve sellem bayrağı məhz ona verir. Ki, o bayraq onun əlində olsun və onun vasitəsilə Xeybərdə onlar qalib gələcəklər. Və Əli radiyallahu anh o Xeybərdə onunla təkbətək döyüşə çıxan pəhləvanla, o tərəfdən olan pəhləvanla vuruşmağa gedir. Və bir çox səhabələr fikirləşir ki, o bu döyüşdən sağ çıxmayacaq. Çünki qarşısındakı ondan 2 dəfə böyük, güclü pəhləvandır. Hamısı elə zənn edir ki, o bu döyüşdə məğlub olacaq, öldürüləcək, şəhid olacaq. Lakin Əli radiyallahu anhu onun qarşısına çıxanda ona şeirlə elə bir söz deyir ki, onun qəlbinə qorxu düşür. Onun canına qorxu salandan sonra çıxır təkbətək onunla vuruşmağa, toz qalxır, ikisinin də atının ayağından toz qalxır, görsənmirlər. Qılıncların səsi gəlir. Toz yerə yatandan sonra baxırlar ki, Mərhəb yerdədir. O tərəfdəki o pəhləvanın adı Mərhəb idi. Baxırlar ki, Mərhəbi qətlə yetirib Əli radiyallahu anh. O təkbətək döyüşdə Əli radiyallahu anh onu nə deyir, bilirsiniz? Diqqət edin. Deyir, artıq Xeybər tanıdı, bildi ki, yox, üzr istəyirəm, Mərhəb əvvəlcə onu qorxutmaq istəyir. Deyir ki, artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən. Müharibə başlayıb döyüş alovlanarkən mahir silah ustası, təcrübəli ərəm mən. Qorxutmaq istəyir Əli ibn Əbi Talib radiyallahu anh. Əli ibn Əbi Talib ona cavabında nə deyir, görün. Deyir ki, anamın Heydər adlandırdığı mənəm. Diqqət edin, adı Əlidir. Ancaq niyə onu Heydər deyir? Çünki Əli ibn Əbi Talib hardansa xəbər tutmuşdu ki, Mərhəb yuxuda görüb ki, şir onu öldürəcək. Heydər də ərəb dilində şir deməkdir. Əli ibn Əbi Talib radiyallahu anh dünyaya gələndə anası ona Heydər adını verir. Lakin sonra Əbu Talib gəlir, onun adını dəyişdirib ona Əli adını verir. Bax, Əli radiyallahu anh o Mərhəbi canına qorxu salmaq üçün ki, yuxuda gördüyün haqq olacaq, həqiqətə çevriləcək. Ona deyir ki, anamın Heydər adlandırdığı mənəm. Yəni, mən şirəm, həqiqi mənada. Meşələr şiri tək, zəhəmli, görkəmliyəm. Düşmənləri pərəm-pərəm edib, tez öldürərəm. Bunu deyir, üstünə hücum edir və onu qətlə yetirir. Baxın, şair bu şeir parçasında bu 4 xəlifə arasında fərq qoymur. Birini digərinin üstün tutmur. 4-ünü də layiqincə tərif edir. Digər şeir parçasında İskəndərnamədə 28-ci səhifədə görün nə deyir? Gözəldir səpərək can gövhərini, təriflə başlasam 4 yavərini. 4 gövhər satan var, 4 gövhər alan, artıq əskiyinə qarışmaz satan. Əlinin eşqindən sabit qədəməm, Ömər sevgisindən uzaq deyiləm. Hər iki nur ilə nurlanır demək, Əbu Bakır bir şamdır,
Osman bir çıraq. Bu dərviş sifətli 4 böyük sultan dünyaya olmuş 4 təkbir oxuyan. 4'ünü də tərif edir, fikir verirsinizmi? Vəhdətə çağırır. Sünnilərin, şiələrin o aralarında olan ədavəti kənara qoyub müsəlmanam deyərək birləşməyi, bir-birini sevməyə çağırır. İskəndərnamənin digər bir yerində 21-ci səhifədə görün nə deyir? Başqa bir çarəm yox, təsliməm ancaq, qəzadan olurmu boyun qaçırmaq? Etdiyim duadan yazaram bir xət, üstündə möhrünü qoysun Muhammed. Həm də 4 xəlifə şəhadəti ilə yüzlərcə eşq olsun 4'ünə belə. Diqqət edin, 4'ünü də necə tərif edir. Bu, Dahi Nizaminin dediyi şeir parçalarıdır. İndi gələk ikinci şairimizə, dahi şairimizə, Firdosiyə. Şahnamə əsərində səhifə 19-da görün nə deyir? Mürsəl Nəbidən sonradır mötəbər, Əbu Bəkrə tay olmamış bir nəfər. Ömər dini İslama verdi rəvac, müsəlmanın başına qoydu tac. Çatıb vəsf üçün Osmanın növbəti, həmi izzəti var, həmi isməti. Xəlifə oldu növbəti ilə Əli, Muhammed onu vəsf edibdir, bəli. Demiş ki, Əli olmasaydı əgər, qazanmazdı İslam bunca zəfər. Diqqət edin, şair 4'ünü də tərif edir, layiqincə tərif edir. Əbu Bəkr As-Siddiq radiyallahu anhunun ilk birinci xəlifə olduğunu, Ömər radiyallahu anhunun İslam dünyasını hər tərəfə, İslam təbliğatının hər tərəfə yayılmasını, Osman radiyallahu anhunun iffətli olmasını, Əli radiyallahu anhunun da daim İslama dəstək olmasını xəbər verir. Tarix boyu İslam aləmində faydalı şeirlər olub. O şeirlərdən müsəlmanlar faydalanablar. Rasulullah sallallahu aleyhi və səlləm şeir haqqında deyir ki, şeir sözə bənzəyir. Yaxşısı yaxşı, pisi də pis kimidir. Yəni, yaxşı şeir yaxşı söz kimi, pis şeir pis söz kimidir. Rəvayəti Təbarani Mucəmül Avsat əsərində nəql edib. Hər bir müsəlmana məlumdur ki, ən gözəl söz Allahın sözü və onun Rasulunun kəlamıdır. Sallallahu aleyhi və səlləmin. Demək, İslam şəriətinə müvafiq olan şeirləri Allah bəyənir. Allah rizası üçün olan şeirləri deməkdə heç bir qəbahət yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabə Şərid radiyallahu anh ilə yol gedərkən ona deyir ki, Umeyy ibn Əbu Səltin şeirlərindən bildiyim varmı? Umeyy ibn Səlt Məkkə müşriklərindən olub. Lakin Allahın tək ilah olduğunu öz şeirlərində vəsf edib, Allahı tərif edib. Şərid bir beyt deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yenə ikinci, üçüncü, beşinci Şərid radiyallahu anh deyir ki, 100 beyt oxudum Peyğəmbər sallallahu aleyhi ve sellemə. O beytləri təmkinlə axıra qədər dinlədi. Hədisi Müslim rəvayət edib. Deməli, yenə bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, şeirdən bir qismi hikmətdir. Yəni, elə şeir parçası ola bilər ki, onda böyük hikmət olsun. Böyük hikmət, məna olsun. Bax, yenə Nizami Gəncəvini misal çəkirəm. Allah ona rəhmət eləsin. Şair ömrü boyu şeir yazır, Allahı tərif edir o şeirlərində. Peyğəmbər s.ə.v-i tərif edir, xəlifələri tərif edir, sahabələri tərif edir, mələkləri tərif edir. 5 xəmsə yazıb, zarafat deyil, əziyyət çəkib. Və ölümünə yaxın, yəni yaşlananda dua edir Allaha ki, Allah onun bu əməlinə bərəkət versin. Qiyamətə dək onun əsərlərini oxusunlar. Allah da onun duasını qəbul edib. 800 ildən çoxdur ki, onun əsərləri oxunur. Və Allahdan istəyir ki, son nəfəsində şəhadət kəlməsini desin. La ilahe illallahı desin, bu dünyadan mömin kimi köçsün, cənnətlik olsun. Və bunu şeirlə ifadə edir. 4 misradan olan şeir parçasına diqqət edin. Görün nə deyir?
Gələndə son yuxu, bitəndə tabım, güllərim tökülsə qalsın gülabım. Dilimə sən özün bəxş et şəhadət, işimin sonunda tapım səadət. Diqqət edirsinizmi nə deyir şair? Allaha müraciət edir, deyir, canımı alsan da əməllərim yaşasın. Son nəfəsimdə la ilahe illallah deməyi mənə nəsib et ki, cənnətlik olun. Əziz müsəlmanlar, biz əgər bu əqidə ilə yaşasaq ki, müsəlmanam, kifayətdir. Sahabələrin arasında baş vermiş ixtilafları gündəmə gətirib, öz aramızda onun ixtilafı olmasına səbəb yaratmayaq. Müsəlmanım deməklə və Rəbbimiz Allahdır, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdir, dinimiz İslamdır, qibləmiz Kəbədir, kitabımız Qurandır deməklə birləşməliyik, bir cəmaat olmalıyıq, mehriban olmalıyıq, bir-birimizi sevməliyik. Hə, Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi, İslam ümməti firqələrə bölünüb, bidətlər baş alıb gedir. O bidətləri sevməyə ixtiyarımız çatmır. Bidət əhlidir, bidət əhli olmağına baxmayaraq müsəlmandır. Müsəlman olduğuna görə ona dəyər veririk, müsəlman hüquqlarını, haqlarını yerinə yetiririk, bidət etdiyinə görə isə ondan uzaq dururuq, o ilə oturub durmuruq, ta o vaxta qədər ki, o bidətdən əl çəksin. Açın Ən'am surəsini, bir də Ən-Nisa surəsini. Bu iki surədədir, səhv eləmirəmsə. Yanılmıramsa, bu iki surədədir. Allah Subhanahu o surələrdə deyir ki, birisinin Allahın dinini istehza etdiyini, Allahın hansısa bir buyruğuna laqeyd yanaşdığını, qəbul etmədiyini, öz bildiyini etdiyini görsəniz, o məclisi, o adamı tərk edin. Onlarla oturub durmayın, yoxsa siz də onların tayı olacaqsınız. Biz bidət əhli ilə oturub durmuruq. Biz onlarla oturub duranda yalnız məqsədimiz nə olur? Onlarla ya hansısa bir haqqı onlara çatdırmaq, ya mübahisə edib haqq olduğumuzu onlara göstərmək, ya da onların yanına gedib onların haqqlarını ödəmək. Bu, oturub durmaq sayılmır. Yəni, adam məsələn üçün xəstələnib, onu ziyarət edirsən ki, ona bir yardım edəsən və o ziyarət əsnasında ola bilər o səndən eşitdiyi haqqı qəbul etsin. Adam sənə salam verir, salamını alırsan. Beləliklə də arada olan o nifrət, kin aradan qalxır. Adam vəfat edib cənazəsində iştirak edirsən. Onun bütün ətrafı, qohum əqraba, yaxın hamısı sənin barəndə yaxşı zənnə qapılır. Bax, müsəlman hüquqlarını bir tərəfdən yerinə yetirmək lazımdır. O biri tərəfdən də əlbəttə ki, bidətlərə qarşı sərt münasibət göstərmək lazımdır. Bax, buna hikmət deyilir. Yoxsa bidət əhlidir, ondan salamı da kəs, cənazəsinə də yetmə, onunla tamamilə əlaqəni kəs, müsəlman haqlarını da ödəmə, bu artıq müsəlmana qarşı edilən zülm sayılır. Allahdan hamımız üçün Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrətdiyi dua ilə yalvarıb, istədiyim budur ki, haqqı bizə haqq olaraq göstərsin və bizi haqq yola yönətsin, ha belə batili bizə batil olaraq göstərsin və bizi ondan uzaq etsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.